deyir ki, 2 günlük mənə icazə veriblər. Sizin hamısınızın da qapısında Allah mübarək eləsin, xeyir iş olun. Həmən ərəfədə olub bu. Həmən ərəfədə olub. Deyir ki, gəlmişəm, bu da qar çoğun, 1 saatlıq təyyarə ilə Sumqayıta uçmaq lazımdır. Ora getmək lazımdır. Bilseydim, heç gəlməzdim. Bax, bunun özü də oturub orada. Oradan durub gəlmişik bir evə, bir hadisi olub, bir söhbət olub. Onu görmüşəm, bilmişəm. Bəli, ruhların da müəyyən qədər bizə informasiya götürməkləri var ki, yəni Allah mübarək eləsin. Bilirik kimlər evlənib, kimlər qoyur. Allah xoşbəxt eləsin. Yəni ona canda məlumatdırlar, ona canda görürlər. Bax, indi görürsünüz ki, mən heç o dəvətnaməni də oxumamışam, nə də yanımda dinləyirlər. Hamısı var. Özü də gəlmişdi ki, onu 2 günlük bırakırlar. 2 günlük. Allah rəhmət eləsin. Bunu deməklə heç bir məqsəd güdmürəm burada. Allah sizləri qorusun, analar, atalar. Bax, burada görürəm, şəhid valideynləri var. Xeyirlə İsrail'də otururlar. Allah sizi var olsun. Siz bu xalqın qarşısında heç bir məsuliyyət, bircə məsuliyyət var ki, yəni bu şəhidin hörmətin yerə vurub ayaqlanmaq, ona layiq valideyn olmaq və onu uca tutub yaşatmaq, irəli getmək, yalnız irəli getmək. Burada bax, bu sözümü də deyib tamamlayıram. Ona görə də bax, görürəm ki, qardaşım həmişə təsirlənir, kədərlənir. Bax, çox vaxtı fikir verirəm də görürəm ki, o nə qədər əziyyət çəkir, nə qədər sıxılır. Səsin üstünü görürəm. Biz həmişə biz yerdə oluruq. Ona görə. O bir yoldaşlar da var. Baxı, evlad etiliblər. Necə ola bilər? Mənim evladımın canı ətdən idi, o birisi dəmirdən idi, biri taxtadan. Hamısı ruh və candan ibarətdir. Ruh və candan ibarətdir. Deməli, güllə dəyibsə, mərmi dəyibsə, qanı axır. Allah rəhmət eləsin. Şəhid olur. Mən sizə yenə dedim, o qədər faciələr, müsibətlər görmüşəm. Olan başa düşürəm ki, xeyl ağırdır. Vuruşub gedir. Amma qulağında onun şirin sözləri var. Bax, onlar səninlə ölənəcən yaşadır. Allah şəhidimizi rəhmət eləsin. Buyurun, qardaşlar.